Bu dəfə sadə ola bilməyəcəm. Bu bir uğurdur, inamdır, şərəfdir, qürurdur. Bu artıq mənimki keçib deyən hər kəsə nümunədir. Gözəl ruhlu, qəlbi fərqli, özü isə dünyadakı ən mehriban xanımlar xanımı olan əziz anam. Mahnıda deyildiyi kimi, mənim görən gözüm sənsən ana, ömrüm günüm özümsən ana. Bunları yazarkən çox kövrəldim. Göz yaşlarımı saxlaya bilmədim. Hətta anam indi biləcək, o anda mənə zəng edib, niyə səsin belədir deyə soruşmuşdu. Günəş kimi yana-yana bu dünyanı gözəlləşdirən gözəl anam. 26 aprel 6 may tarixlərində rəssamların bahar sərgisi keçirilir. Zirə Ekoparkda yerləşən Türk Dünyası Rəsm Qalereyasında. Sərgi tam olaraq ödənişsizdir. Bir çox dahi, möhtəşəm rəssamların əsərləri hal-hazırda sərgilənir. Misal olaraq dəyərli xalq rəssamımız Sakit Məmmədov, Arif Əziz, Tahir Şıxəliyev, Məzahir Rüstəmov, Nizar Məmmədov, Cəsar Məmmədov, Akşin bəy. Hətta sərginin açılışında Çingiz Aytmatovun oğlu şəxsən gəlib iştirak elədi. Belə dahi rəssamların əsərləri ilə birlikdə Megimin əsərlərinin də olması böyük şərəf və uğurdur. Bunu mütləq qeyd eləməliyəm ki, mama, yəni anam 53 yaşında rəssamlığa başlayıb. 58-də bu uğura sahib olub. Bu yaşda, bu qədər qısa müddətdə belə bir uğura sahib olmaq hər igidin işi deyil. Anama həmişə deyərdim, mama sən çox istedadlısan, çox fərqlisən. O da mənə deyərdi cavabında ki, mən sən ananam, ona görə belə deyirsən. Anam inanmazdı.